Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu video izahda biz termodinamikanın əsasları mövzusuna başlayırıq artıq. Termodinamika fizikanın elə bir bölməsidir ki, burada maddənin molekulyar quruluşunu nəzərə almadan makroskopik cisimlərin istilik xassələrini öyrənirik biz. Yəni biz burada maddələrin molekulyar quruluşunu nəzərə almayacağıq, yalnız makroskopik cəmiyyətlərə baxacağıq. Yəni biz bilirik ki, makroskopik cəmiyyətlər təzyiqdir, həcmdir və temperaturdur, bir də qazın kütləsidir. İndi termodinamikaya giriş edərkən öncə daxili enerji anlayışı ilə tanış olmalıyıq. Nədir bu daxili enerji? Bilirik ki, enerjilər müxtəlifdir. Məsələn, kinetik enerji var, potensial enerji var. Kinetik enerji hansı ki, hərəkət enerjisidir. Harda hərəkət varsa, orada kinetik enerji mövcuddur. Potensial enerji nədir? Potensial enerji cisimlərin qarşılıqlı təsirindən meydana gələn bir enerjidir. Deyək ki, burada hər hansı bir aqreqat halına malik olan bir cisimdir. Heç burada qaz olması da önəmli deyil və bütün cisimlər bilirik ki, molekullardan, yəni kiçik zərrəciklərdən təşkil olunub. Deyək ki, bu bizim zərrəciklərimizdir və bu zərrəciklər MKİ-nin əsas müddəasına nəzərən daim nizamsız hərəkətdədirlər. Görürsünüz, hərəkət var burada. Yəni, deyək ki, bu molekul bu istiqamətdə hər hansı bir orta kvadratik sürətlə hərəkət eləyir, digər molekul bu istiqamətdə, digər molekul, baxın, bu istiqamətdə, hərəsi bir tərəfə nizamsız hərəkət eləyirlər. Deməli, hərəkət varsa, dedik ki, hərəkət enerjisi, yəni kinetik enerji var burada və kinetik enerjini qeyd eləyək. Kinetik. Daha sonra, həmən bu zərrəciklər arasında yenə MKİ-nin müddəalarına əsasən qarşılıqlı təsir var. Məsələn, götürək bu zərrəciklə, baxın bu zərrəcik. Bir-birini neyniyir? Cəzb eləyir, hər hansı bir F qüvvəsi ilə. Digər zərrəciklər, məsələn, bu zərrəciklə bu zərrəcik bir-birini cəzb eləyir, hər hansı bir F qüvvəsi ilə. Yəni, hər bir zərrəcik arasında qarşılıqlı təsir var. Qarşılıqlı təsir varsa, deməli, nə var? Hansı enerji var burada? Potensial enerji də mövcuddur. Deməli, zərrəciklərin kinetik və potensial enerjilərinin cəminə biz deyəcəyik daxili enerji. Və daxili enerji U hərfi ilə işarə olunur və düsturu da oldu. Kinetik enerji və potensial enerjinin cəminə bərabər olan fiziki cəmiyyətdir dedik. Tərif olaraq başqa cürdə bizim qarşımıza çıxa bilər. Məsələn, dedik ki, kinetik enerji hansı enerjidir? Kinetik enerji hərəkət enerjisidir. Hərəkət enerjisi. Potensial enerji isə dedik ki, qarşılıqlı təsir enerjisidir. Deməli, onda biz daxili enerjiyə tərif verərkən deyirik ki, cismi təşkil edən zərrəciklərin hərəkət enerjisi ilə qarşılıqlı təsir enerjilərinin cəmi daxili enerji adlanır. Və biz daxili enerjidən danışanda, başlığımızı da buradan yazaq ki, məlum olsun ki, daxili enerjidən danışırıq. Daxili enerji. Daxili enerjidən danışarkən bu bölmədə əsasən bir atomlu ideal qazların daxili enerjisindən danışacağıq. Yəni, 2 atomludur, 3 atomludur, çoxlu sayda atomlardan ibarət olan qazlardan danışmırıq. Bir atomlu qazın, ideal qazın daxili enerjisindən danışırıq. Və bir atomlu ideal qaz deyəndə əsasən biz təsirsiz qazları nəzərdə tuturuq. Yəni, məsələn, arqondur, daha sonra təsirsiz qazlara misal olaraq kriptondur. Bu kimi təsirsiz qazlara biz baxacağıq və bunlarda daxili enerjini araşdıracağıq. Daxili enerji, indi isə gəlin daha dərindən öyrənək. Burada hər bir zərrəciyə düşən orta kinetik enerji var, bilirik. Hər bir zərrəciyin orta kinetik enerjisi vardır. Və deyək ki, bizim bu maddə qazdır. Hansı ki dedik, hansıdır bu? İdeal qazdır. Və ideal qazı biz elə bir şərtlər daxilində qəbul eləmişik ki, orada potensial enerjini nəzərə almırıq. Niyə?
Çünki ideal qazda zərrəciklər arasındakı məsafə çox böyükdür. Zərrəciklər arasındakı məsafənin böyük olması ona gətirib çıxardır ki, artıq onlar arasındakı qarşılıqlı təsir nəzərə alınmayacaq qədər kiçik olur. Deməli, biz artıq burada qazdan danışırıqsa, ideal qazdan danışırıqsa, qarşılıqlı təsir enerjisi nəzərə alınmır. Qarşılıqlı təsir enerjisi nəzərə alınmırsa, potensial enerji də nəzərə alınmır. Onda ideal qazın daxili enerjisi bu, yalnız qazın kinetik enerjisinə bərabər olacaq. Buradakı bu kinetik enerji ümumi en sayda zərrəcikləri olan qazın daxili enerjisidir. Amma biz dedik ki, bir dənə molekulun kinetik enerjisini necə hesablayırıq? Orta kinetik enerji ilə hesablayırıq. Yəni, orta kinetik enerji deyəndə bir dənə molekula düşən kinetik enerji nəzərdə tutulur. Bəs ümumi en sayda zərrəciklərin, yəni ümumi qazın biz əgər kinetik enerjisinin, daxili enerjisini axtarırıqsa, onda ümumi olaraq bu zərrəciklərin daxili enerjisini tapmaq üçün zərrəciklərin sayını vurmalıyıq orta kinetik enerjiyə. Və biz orta kinetik enerjini artıq MKN-dən bilirik. Nədir? Orta kinetik enerji 2-də 3 KT-yə bərabərdir. Burada bir dənə də N var, vururuq N-ə. İndi buradakı N zərrəciklərin sayıdır və N-i biz buradan tapa bilərik. Bilirik ki, nü maddə miqdarı böyük N bölünsün N-a, yəni Avogadro sabiti. Buradan N-i tapsaq, N bərabər olur, nü vurulsun N-a-ya. Gətirib həmən bu N-in yerinə, baxın, burada yazsaq, onda düsturumuz olur bu şəkildə. 2-də 3, K vurulsun N-a, vurulsun nü, vurulsun T. İndi biz burada K vurulsun N-a-ya da bir sabit bir kəmiyyət demişik. O da nə idi? Universal qaz sabiti idi. R. Onda deməli düsturumuz bizim olacaq. 2-də 3, nü, R, T. Buradan biz ideal qazın daxili enerjisini artıq almış olduq. Daxili enerjini buradan yazaq. U bərabərdir. 2-də 3, nü, R, T. Nü burada maddə miqdarıdır, bilirik. Onun yerinə biz yaza bilərik. Kiçik M bölünsün böyük M, R vurulsun T. Və yaxud da Mendeleyev-Klapeyron tənliyindən bizə məlumdur ki, PV bərabər idi nü RT-yə. Deməli, nü RT-nin yerinə burada, baxın, P vurulsun V, yəni təzyiq vurulsun həcmdə yaza bilərik. Onda olacaq 2-də 3, P vurulsun V. Baxın, bu tənliklərin hamısı ideal qazın, yəni bir atomlu ideal qazın daxili enerjisinin düsturlarıdır. Daha sonra daxili enerji, özü bir enerjidir. Ona görə enerjinin vahidini biz 1 joule olaraq qəbul edirik. Təbii ki, joule-un da açılışı məlumdur. 1 Newton vurulsun metr, o da bərabərdir. Əsas vahidlərlə yazanda kiloqram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı olacaqdır. Buradan görürük ki, daxili enerji kütlədən düz mütənasib asılıdır. Sonra qazın temperaturundan düz mütənasib asılıdır. Molyar kütlədən tərs mütənasib asılıdır. Nüdən maddə miqdarından düz mütənasib asılıdır. Yəni biz burada qrafiklərimizi çəksək, deməli onda daxili enerji U nüdən, yəni maddə miqdarından, kütlədən və temperaturdan düz mütənasib asılıdır. Molyar kütlədən isə, yəni daxili enerjinin molyar kütləsindən tərs mütənasib asılı olacaq. Burada R də dedik ki, nədir? Universal qaz sabitidir. Biz əsasən daxili enerjinin dəyişməsindən danışırıq. Daxili enerjinin dəyişməsi deyəndə burada təbii ki, nü maddə miqdarıdır. Yəni eyni növ qaz üçün bu dəyişmir. Burada dəyişən nələr olacaq? Deməli, daxili enerjinin dəyişməsini yazıram. Delta U bərabərdir 2-də 3, nü sabit ədəd, R sabit ədəd, burada olacaq dəyişən temperatur, delta T.
Təbii ki, onda biz bunu bu şəkildə yaza bilərik. 2-də 3 T2, yəni son temperatur çıxılsın, başlanğıc temperatur. Daha sonra burada dəyişən nələr olacaq? Aşağıdan yazaq. Daxili enerjinin digər düsturu var idi. 2-də 3. İndi burada dəyişən həm belə deyək də, həcmdə dəyişə bilər, təzyiqdə dəyişə bilər. Ona görə hər ikisini yazıram. Deməli, delta P vurulsun V. Onda bu şəkildə olacaq düsturumuz. 2-də 3. P2 V2 çıxılsın P1 V1 şəklində. Bunu biz müxtəlif proseslərə də tətbiq edə bilərik. Yəni, məsələn, biz izobar prosesdən danışırıqsa, bilirik ki, izobar prosesdə təzyiq sabitdir. İzobar proses. Təzyiq, yəni P burada sabit bir kəmiyyətdir. Onda daxili enerjinin dəyişməsini yazanda delta U bərabərdir. 2-də 3. P dəyişmir, sabitdir. Dəyişən burada nə olacaq? Həcm olacaq. Onda biz yaza bilərik ki, 2-də 3 təzyiq vurulsun, V2 çıxılsın, V1. Əgər burada izobar prosesdir, təzyiq sabitdirsə, həcm dəyişir. Həcm dəyişirsə, temperatur da dəyişir. Onda daxili enerjinin digər düsturunu da biz yaza bilərik. Yəni, nÜR T2 çıxılsın, T1 şəklində. İkinci prosesimizə baxaq. İkinci prosesimiz izoxor prosesdir. İzoxor prosesdə biz demişik ki, həcm V sabitdir. V dəyişmirsə, onda daxili enerjinin dəyişməsi nəyə əsasən baş verəcək? 2-də 3 artıq V qaldı, delta P, yəni təzyiqin dəyişməsi. Yaza bilərik onda bu şəkildə 2-də 3 V vurulsun, P2 çıxılsın, P1. Həcm sabitdir və təzyiq dəyişir. Təzyiq dəyişirsə Mendeleyev-Klaperon tənliyinə əsasən burada temperatur da dəyişir. Onda olacaq 2-də 3 nÜR T2 çıxılsın, T1. Üçüncü prosesimiz bizim izotermik prosesdir. İzotermik prosesdə biz bilirik ki, temperatur sabit olur. Temperatur sabitdirsə, yəni başlanğıc və son temperaturlar eynidirsə, bu zaman daxili enerjinin dəyişməsi sıfıra bərabər olur. Yəni, temperatur əgər sabitdirsə, burada deməli, hansı kəmiyyətlər sabit qalır? Orta kvadratik sürət, orta kinetik enerji, daha sonra daxili enerji, bu 3 dənə kəmiyyət sabit qalmalıdır, yəni dəyişmir. Deməli, burada izotermik prosesdə bizə daxili enerjinin P-dən və V-dən asıllıq qrafikini soruşa bilər. Yəni, U-nun P-dən və V-dən asıllıq qrafiki, baxın, bu şəkildə sabit olmalıdır. Eyni zamanda bizə qrafik verər. Məsələn, orta kinetik enerjinin, deyək ki, Y kinetik, orta kinetik enerjinin asıllığını verə bilər. Məsələn, V-dən, P-dən asıllığını verə bilər, sıxlıqdan asıllığını verə bilər. O izotermik prosesdə biz bilirik ki, kinetik enerji sabitdir. O zaman daxili enerjini də çəkəndə biz sabit qrafik çəkməliyik. Bu belə. İndi temperaturdan dedik ki, daxili enerji temperaturdan asılıdır. Temperaturdan asılıdırsa, onda temperatur artanda, təbii ki, daxili enerji artmalıdır. Temperatur azalanda isə daxili enerji azalmalıdır. Temperaturun artma prosesi hansı proseslərdə ola bilər? Məsələn, izobar qızma prosesi deyək. İzobar qızma. İzobar qızma və yaxud da bu iki dənə adlandırmamız var buna aid. İzobar genişlənmə də ola bilər. Genişlənmə isə həcm artır. Həcm artırsa, onda temperatur da artır. Temperatur artırsa, deməli, daxili enerji artacaq. Yəni, U artır. Başqa hansı prosesə baxa bilərik? Məsələn, izoxor qızma. Burada da yenə qızma varsa, gördüyümüz kimi temperatur artır. Temperatur artırsa, yenə daxili enerji artır. Yox, əgər izobar soyuma olsaydı,
İzobar soymada temperatur neynir? Azalır və izobar soyma ilə yanaşı həm də biz izobar sıxılmada deyə bilərik buna. Çünki temperatur azalırsa həcm də azalır və bu zaman daxili enerji azalır. İzoxor soyma. Yenə də izoxor soymada temperatur azalır və daxili enerji də bu prosesdə azalır. Belə, qeyd edim ki, ideal qazın daxili enerjisinin dəyişməsi prosesi başlanğıc və son temperaturlardan asılıdır. Yəni, bizə əgər ideal qazın daxili enerjisinin dəyişməsini soruşarsa, biz yalnız başlanğıc və son temperaturlara baxmalıyıq. Əgər temperatur dəyişmirsə, orada daxili enerjinin dəyişməsindən söhbət gedə bilməz. Məsələn, deyək ki, bizə belə bir PV diaqramı, qrafiki verir. Baxın, P, bu da V. Burada qapalı bir proses olsun. Belə bir prosesimiz olsun bizim. Bu prosesin istiqaməti. Deməli, bura 1, bura 2, bura 3, bura 4. Aha. Gəlin, təzyiqlər qeyd edib. Bura başlanğıc P0, bura olsun 2P0, bura olsun V0, bura 3 deməyək, buna 4V0. Deməli, burada bir-bir gəlin prosesləri araşdıraq. Birinci, baxın 1 və 2 prosesinə. Bu proses hansı prosesdir? Görürük ki, burada təzyiq sabitdir. Təzyiq sabitdirsə, deməli, bu izobar prosesdir. Deməli, yazırıq 1, 2 prosesi. Hansı proses oldu? İzobar. Gəlin, baxaq, burada həcm necə dəyişir? Görürük ki, oxun istiqaməti həcmin artması istiqamətindədir. Ona görə həcm artır. Deməli, izobar, buna qızma da deyə bilərik. İzobar qızma. İzobar genişlənmə də deyə bilərik. İzobar genişlənmə. İndi biz burada daxili enerjinin dəyişməsindən danışırıq. Gəlin, tapaq. Daxili enerjinin dəyişməsi burada nə olacaq? 2-də 3 dedik ki, izobar prosesdir. Burada dəyişən nədir? Həcmdir. Yəni, V2 çıxılsın V1. Deməli, 2-də 3. P-nin yerinə nə yazmalıyıq? Baxın, 2P0 yazmalıyıq. Onda yazaq 2P0. Burada başlanğıc həcm 1-dən 2-yə gəlib, deməli V0-dır. Son 4V0-dır. Onda burada qalacaq 4V0-dan V0-ın çıxanda olur 3V0. Buradan 2-lər ixtisar gedir. Deməli, olacaq 3 vurulsun 3, 9P0, V0. Bu belə. İndi ikinci prosesimizə baxaq. İkinci prosesimiz 2-3 prosesi olsun. Baxın, bu proses. Bu prosesdə artıq görürük ki, nə sabitdir? Həcm sabitdir. Həcm sabitdirsə, daxili enerjinin dəyişməsi 2-də 3 V artıq burada təzyiq dəyişir, delta P. 2-də 3 V-miz neçə idi? 4V0-dır, yazdıq yerinə. Təzyiqin dəyişməsi ikinci haldan, baxın, təzyiqin gəlib hardan? 2P0-dan P0-a gəlib. Deməli, P2 burada P0-dır, P1 isə 2P0-dır. Deməli, onda P0-dan çıxmalıyıq 2P0-ı. Bu da olacaq, deməli, bu 4-dən 2 ixtisar gedir. 2, burada olacaq mənfi 6P0 V0. Bu prosesi adlandırmadıq. Gəlin, bu prosesi də adlandıraq. Burada həcm sabitdirsə, deməli, bu proses necə prosesdir? İzoxor prosesdir. Burada izoxor prosesdə görürük ki, təzyiq azalır. Təzyiq azalırsa, deməli, temperatur da azalır. Deməli, bu izoxor soyuma prosesidir. Deməli, üçüncü baxaq biz 3-4 prosesinə. 3-4 prosesi.
3-4 prosesində görək nələr baş verir. Baxın, buradan bura. Burada nə dəyişir? Təzyiq sabitdir. Deməli, izobar prosesdir. Həcm isə 4V0-dan V0-a gəlir. Həcm azalır. Deməli, izobar sıxılma prosesidir. Biz izobar sıxılmaya həm də deyə bilərik izobar soyuma prosesi. Yaxşı, indi biz daxili enerjinin dəyişməsini tapaq. Yenə burada təzyiq sabitdir. 2-də 3P yazıldı. Dəyişən həcmdir delta V. Onda burada 2-də 3P neçədir? P0-dır. Deməli, 3-4 prosesində. Delta V həcmin dəyişməsi. Yəni, V0-dan çıxmalıyıq. 4V0. Bu da eləyəcək. Deməli, 2-də 3 P0 vurulsun mənfi 3V0. 4 mənfi 4,5 P0 V0 oldu. Deməli, daxili enerjinin dəyişməsi mənfi, yəni azaldı. Gəlin, baxaq sonuncu prosesə burada. Sonuncu prosesimiz 4-1 prosesidir. Deməli, burada görürük ki, 4-1 prosesində həcm sabitdir. Həcm sabitdirsə, bu hansı prosesdir? 4-1. İzoxor prosesdir və təzyiq artıb. Təzyiq artıbsa, temperatur da artıb. Deməli, izoxor qızma prosesidir. Deməli, burada daxili enerjinin dəyişməsini yazsaq, burada həcm sabitdir. Həcm sabitdirsə, dəyişən burada təzyiqdir. Burada temperaturdur təbii ki. Deməli, V, delta P yaza bilərik. Bu da olacaq 2-də 3. V-nin yerinə V0 yazırıq. Çünki burada görürük ki, 4-1 prosesində həcmimiz sabit olub və V0-a bərabərdir. Delta P, P2-dən P1-i çıxmalıyıq. P2-miz, yəni son təzyiqimiz 2P0-dır. Başlanğıc təzyiqimiz P0-dır. Bu da olacaq, deməli, 2-də 3, V0 vurulsun P0. Bunu da biz 1,5 P0, V0 şəklində yaza bilərik.